Min illərdir insanlar dünyaya baxıb düşünürlər. Yer düzdür ya kürə? Bu gün biz bilirik ki, yer kürə formasındadır. Amma hələ də bəziləri deyir ki, yer düzdür. NASA yalan danışır, kosmosdan çəkilən şəkillər saxtadır, elm bizi aldadır. Onlar yerin düz bir disk olduğunu, ətrafında buz divarları ilə əhatələndiyini və üstündə isə bir qübbə olduğunu iddia edir. Amma biz yerimizin həqiqətən dairəvi olduğunu necə bilirik? Gəlin birlikdə keçmişə səyahət edək. Qədim təcrübələrə, ayın kölgəsinə və günəşin bucaqlarına baxaq və insanlığın yer kürəsinin həqiqi formasını necə kəşf etdiyini anlayaq. Düz yer tərəfdarları tez-tez bunu deyirlər. Əgər yer kürə olsaydı, üfüqdə əyrilik görərdik. Əvvəl baxanda bu məntiqli səslənir. Amma yer çox böyükdür. Ekvatorun uzunluğu 40.075 kilometrdir. Buna görə də yer səthindən onun əyriliğini görə bilmərik. Amma bəzi yollardan müşahidə etmək olar. Bir gəmi sahildən uzaqlaşanda sadəcə kiçilməz. Aşağıdan başlayaraq yox olar. Əvvəl gövdəsi, sonra isə dirək görünməz olar. Əgər yer düz olsaydı, gəmi sadəcə balacalaşardı, yoxa çıxmazdı. Və biz teleskoplardan istifadə edərək həmin gəmini görə bilərdik. Düz yer tərəfdarlarının arqumentlərindən biri də budur. Əgər yer kürə olsaydı, dünyanın müxtəlif yerlərində insanlar günəşi və ayı eyni anda görə bilməzdilər və ya görsələr belə fərqli uzaqlardan görməlidirlər. Amma işin gülməli tərəfi elə bunun özünün dünyanın kürə olduğunu isbat olmasıdır. Dünyanın öz ətrafında dönməyi bizim günəşi üfüqdə batırmış kimi görməmizə səbəb olur. Bir çox düz dünya modellərində yer düz bir dairə, günəş və ay isə dünyanın üzərində dövrülən kiçik kürələr kimi təsvir olunur. Əgər belə olsaydı, biz günəşin batmağını yox, bizdən uzaqlaşdığını və nəhayət tam qaranlığın yarandığını müşahidə edərdik. Günəş üfüqdə batır və bunun səbəbi dünyanın əyriliyidir. Dünyanın əyriliğini ay tutulması zamanı da görə bilərik. Ay tutulması zamanı yer günəş layının arasına keçir və kölgəsi ayın səthinə düşür və harda olduğunuzdan asılı olmayaraq bu kölgə həmişə dairəvidir. Düz bir cisim hər bucaqdan eyni dairəvi kölgəyi yarada bilməz. Ancaq bir kürə bunu edə bilər. Düz yer tərəfdarlarının digər bir arqumenti isə budur. Əgər yer kürədirsə, təyyarələr bunun aşağı ilməlidir ki, kosmosa çıxmasın. Amma pilotlar bunu etmirlər, çünki qravitasiya hər şeyi avtomatik olaraq yerin mərkəzində doğru çəkir. Təyyarə uçarkən əslində yerin əyriliyini təbii şəkildə istər. Onun qanatları yerin cazibə mərkəzinə nisbətən sabit qalır. GPS, pey şaxtası və uçuş xəttləri hamısı kürəvi həndisəyə əsaslanır. Məsələn, Avstraliyadan Cənubi Amerikaya uçuşlar xəritədə qəribə əyri kimi görünür. Amma bu marşrut kürə üzərində ən qısa yoldur. Yerin kürə olduğunu isbat etmək üçün kosmosa çıxmaq heç lazım deyil. Bundan 2000 il əvvəl Misirdə yaşayan bir Yunan alimi bunu sadəcə riyaziyyat edib. Gəlin Eratosthenes'in eksperimenti ilə tanış olaq. O eşitmişdi ki, Siyen şəhərində yay gün dönümündə günorta vaxtı günəş birbaşa başın üzərindən keçir və heç bir kölgə yaranmır. Amma İskəndəriyyədə eyni anda günəş kiçik bir kölgə yaradır. İki şəhər arasındakı məsafə 5000 stadiyadır və təxminən 800 kilometrdir. Eratosthenes bu kölgənin bucağını ölçdü və təxminən 7.2 il ərazi olduğunu tapdı. Başa düşdü ki, yerin səthi əyridir. 7.2 il tam dairənin 50-də bir hissəsidir. Şəhərlər arasındakı məsafəni 50-yə vuranda təxminən 40 km alır və bu da həqiqi ölçüyə çox yaxındır. Nəhayət, ən inkar olunmaz sübut, kosmosdan baxış. 60 ildən çoxdur ki, astronavtlar yeri orbitdən görürlər. Minlərlə foto, canlı yayımlar, hətta hava şarlarının videoları. Hamısı eyni şeyi göstərir. Əyri üfüq, kürə yer. Hər kosmik agentlik, hər özəl şirkət, hər həvəskar eyni nəticəni alır. Bunların hamısının yalan danışdığını iddia etmək sadəcə inadkarlıqdır. Elmin gözəlliyi ondadır ki, o sizdən inanmağınızı istəmir. O sadəcə baxmağınızı, görməyinizi, sorğulamanızı istəyir. Eratosthenes'in nə raketə, nə də peykə ehtiyacı var idi. Sadəcə günəş işığına, kölgəyə və marağa. Buraya qədər gəlmişsinizsə, yəqin ki, videonu bəyəndiniz. Ona görə like düyməsinə basmağı və kanalıma abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək. Hələlik.